Hər ikisi bunu. O hazırlaşır, bu hazırlaşır. O hazırlaşır, bu hazırlaşır. Axırda deyirlər ki, dava eləndi hər şey. Azərbaycanın şəxsiyyətə salam, hər vaxtınız xeyirli olsun. Neçə gündür, bəlkə də artıq həftələrdən söhbət gedir ki, hələ də gözləyirik ki, Amerika ilə İran arasında hansısa bir müharibə olacaq. Amma fakt ortalıqda heç nə yoxdur. Səbəb hər iki tərəf həqiqətən də bir-birinə zərbə endirməyə çox ehtiyat edir. Yaddan çıxarmayaq, abunə olun ki, baş verən istənilən hadisələrdən dərhal xəbərdar olasınız. Bir tərəfdən İran artıq deyir ki, mən tam hazıram və İranın yüksək rütbəli hərbçilərin hər verdiyi intervyularda, bəyanatlarda bunu eşitmək mümkündür ki, nə olursa olsun, əgər əməliyyatlar başlasa, biz mütləq Amerikanın regionda olan bazalarına zərbə endirəcək və təbii ki, İsrailə zərbə endirəcək. Bu 100%-dir, yenə də İsrail gedir ortalıqda. İkinci bir tərəfdən artıq bəllidir ki, İranın ballistik raketləri gizlədilib və onlar İranın dağlıq ərazilərində çox maraqlı bir yerlərdə, elə yerlərdə gizlədirlər ki, onları elə-belə tapmaq bu dəqiqə mümkün deyil və onların hər birisi mobil buraxıcı qurğularda olması problem yaradır ki, bir tərəfdən onlar birdən-birə bir neçə raketi buraxıb, bir neçə buraxıcı qurğu, bir neçə raketi buraxıb, sonradan dərhal yerini dəyişə bilər və sonra gəlin də axtar tapdı olar görüm, hardadılar. Çətin məsələdir. Bunkerlər və s. və ilaxır onlar yerindədir, amma bu elə adı üstündə bunkerdir. Yəni bunu vurub dağıtmaq üçün birincisi onun yerin altında konkret ərazisini bilməlisən ki, hardadır və hara zərbə endirilməlidir. Hələ bir ora gedib çatmalısan, o da müşkül məsələdir. Bütün bunların hamısı nəzərə alanda İranın raket texnologiyalarının hələ də Amerika və İsrail üçün çox ciddi mane olduğunu görmək mümkündür. Və diqqətlə fikir verin, iş orasındadır ki, Amerika və İsrail İranın hava hücumundan müdafiə sistemi barəsində o qədər danışmır, nə qədər ki, hücum silahı olan raketlərdən danışır. Hürrəmşəhr raketləridir. Bu ən güclü və ən təhlükəli raketlər sayılır bu dəqiqə İranın istifadə edə biləcəyi silah arsenalında. Siniflər çoxdur və bu siniflərin çox olması İrana istədiyi istiqamətdə lazım olan zərbəni endirmək imkanı verir. Plus, burada həm də İranın çox böyük dron ordusuna sahib olmasından söhbət gedir. İran dronların hesabına İsrailin də, İsrail ətrafında olan Amerika hava hücumundan müdafiə sistemlərinin gözlərini də kör eləmək imkanına malikdir. Bunu biz 12 günlük müharibədə gördük. Bu çətin bir şeydir. Və dron və raket ikisi bir yerdə istifadə olunanda aydın məsələdir ki, artıq İran hər bir halda harasa zərbə endirəcək. Amma bu zərbə nə dərəcədə effektiv olacaq, hələ heç kim heç nə deyə bilməz. Bəlkə də 10 minlərlə dron hazırdır, minlərlə raket, müxtəlif siniflərdən raketlər hazırdır və bu qədər raketin və dronun qabağını kəsmək etiraf eləyək ki, müşkül məsələdir. Elə ona görə də Amerika hələ də regiona özünün hava hücumundan müdafiə sistemlərini gətirir. Adamda belə bir təəssürat yaranır ki, bu dəqiqə İsraildə və Amerikanın bazası olan ərazilərdə elə bir yer yoxdur ki, barmağı ora qoyarsan və deyəsən ki, burada hava hücumundan müdafiə sistemi yoxdur. Var. Burada var. Burada var. Hər yerdə var. Hazırlıq gedir. Bu ikinci bir tərəfdən təzyiq kimi də qələmə verilə bilər İrana qarşı. Amma fakt hazırlıq gedir. Abraham Lincoln aviadaşıyıcı qruplaşması artıq Ərəbistan dənizindədir və özün lazım olan zonaya gəlib çatıb, aktiv hərbi əməliyyatlar aparılacaq zonaya gəlib çatıb və ikinci bir tərəfdən Amerikanın yüksək rütbəli Çinli yəni Kitaylı yox, yüksək rütbəli şəxslərin də Abraham Lincoln'un bortunda olması da ondan xəbər verir ki, bu gəmi döyüşə hazırdır, amma nə vaxt döyüşə girəcək bilmək olmaz və niyə başlamır? Müəyyən səbəblər var. Birinci səbəb təbii ki, hər iki tərəf bir-birindən ehtiyat eləyir. Bu 100%dir. İran aydın məsələdir ki, birinci zərbə endirən deyil. Bu da bəlli məsələdir. Yaddan çıxarmayaq, çox vacib məqamlardan biri. Bu söhbət burada artıq Azərbaycandan gedir və nə qədər də təcrübə olsa Ermənistandan da gedir. Məhz Amerikanın vitse-prezidenti Vance'in Ermənistan və Azərbaycana səfəri də müəyyən pauza yaratdı və həmin məqamda aydın məsələdir ki, zərbə endirmək mümkün deyildi. Çünki dərhal istər Azərbaycan, istərsə Ermənistan İranın hədəfinə çevrilə bilərdi ki, Amerikalı var orada, var vitse-prezident, vəssalam, raket, vurun, fərqi yox. Orada da oradadır, vurun getsin. İran buna qadirdir, onu eləyə bilərlər, onlar da bilirsiniz də. Olağanüstü tarakanları var beyinlərində. Ona görə də bu mümkün deyildi və məhz regionda artıq İsrail Amerikanın bu qədər gözlədiyini görür və deyir ki, mənə dəxli yoxdur, yəni sadə dillə deyirəm. İranın raket proqramı mənim üçün təhdiddir və təhdid olacağına görə
mən özüm Amerikadan asılı olmayaraq zərbə endirəcəyəm. Amma nə vaxt? 5-ci gün, 6-cı gün, 7-ci gün, ayın neçəsi, saat neçədə? Bunlar bəlli məsələdir ki, bilinməyəcək. Sadəcə olaraq gözümüzü açıb görəcək ki, zərbə edilib. Amma Amerika artıq tam ssenarini hazırlayıb və hansı qüvvələr İrana hardan, necə, neçə dalğa ilə zərbə endirəcəksə, bütün bunların hamısı müəyyənləşdirilib. Amerika heç bir vədə ümumiyyətlə bu əməliyyatda bir təyyarə belə itirmək istəmir. Niyə? Səbəb bəllidir. Amerika ictimaiyyəti dərhal ayağa qalxıb deyəcək ki, bəs yox, alınmadı, olmadı, bu çox uğursuz bir əməliyyat idi və Trumpın reytingi avtomatik düşəcək aşağı. Bu da mümkündür. Yaxşı bir məsələ var ya bizim dilimizdə. İtə deyirlər ki, niyə hürürsən? Deyir, qorxuzuram. Deyir, quyruğu niyə qısmırsan? Qorxuram. Bu dəqiqə İranda elə vəziyyətdir. Həm bir tərəfdən nümayişkarana şəkildə belə döyüş əhval-ruhiyyəli bəyanatlar verir, vuracağıq, dağıdacağıq, Amerikadan heç nə qoymayacaq, qalsın regionda bir dənə ağa varsa o da Ayətullahdır və s. və ilaxır. İkinci bir tərəfdən belə sakit yanlar görəsən atacaqlar, atmayacaqlar. Amerika görəsən təyyarələrini qaldıracaq, qaldırmayacaq. İranın burada bir çatışmalı cəhətdə var, söhbət nədən gedir? Amerika çox güclü radio-elektron mübarizə sistemlərinə malikdir. Plus Amerika özü sentrik müharibənin bir ayrılmaz və əsas elementlərindən biri olan Link 16-dan istifadə edir. Link 16 nədir? Link 16 əməliyyatda olacaq bütün insan və texnikaların vahid şəbəkəyə qoşulmasından gedir. Hamıdan, hər şeydən xəbəri var. Söhbət belə danışıqdan getmir ki, qarğa mən göyərçidən filan yerdə hədəf var, onu vurmaq lazımdır. Ondan getmir. Link 16 imkan verir ki, tutalım hansısa bir təyyarə, hansısa bir hədəfi aşkarladı, onu dərhal şəbəkəyə verir və şəbəkəyə veriləndən sonra artıq hansısa bir təyyarə, zərbə endirəcək təyyarə, həmin o informasiyanı qəbul edir və pilota artıq lazım deyil ki, pilot özü o hədəfin koordinatlarını müəyyənləşdirsin, axtarsın və s. və ilaxır. Artıq təyyarən özü informasiyanı qəbul eləyir Link 16 ilə və pilot görür ki, filan yerdə hədəf var və pilot qərar verir ki, mən bu hədəfə artıq zərbə endirməliyəm. Pilot danışsın, başına hansısa başqa bir işlərə qoşsun, o yoxdur. Link 16 Amerikaya çox kömək eləyir. MADS-dir, modeldir, yəni belə bir adı da var, yeri gəlmişə F-35-lərdən söhbət gedir və F-35-lərin də özünün sistemi onlara çox gözəl imkan verir ki, məhz həmin o sistemin müqabilində F-35-lər də öz rabitə sistemindən qəşəng istifadə edə bilirsən. Yadımdan çıxıb düzdür, onlarda modeldir, yəni belə bir adı var. Və həmin o model sistemində F-35-lərə inteqrasiya imkanı verir. Və bütün bu rəqəmsallaşma fonunda Amerika qüvvələrinin İran ərazisində istənilən hədəfi elə yerindəcə məhv edəsən. Əsası odur ki, bu müharibənin ab-havası bizdən uzaq olsun. Ki, hərçənd ki, Azərbaycanda yaşayan və Xameneyini atası kimi qəbul edən insanlar bəlkə də yatıb yuxularında da görürlər ki, molla rejimi Azərbaycana gəlsin. Azərbaycanın öz yaşam tərzi, öz inkişaf perspektivləri və öz ağlı, öz həyatı var. Vəssalam. Belə, gözləyək, hələ də gözləyək və yenə deyirəm, yaddan çıxarmayaq, mütləq abunə olun ki, baş verən, istənilən hadisələrdən dərhal xəbərdar olasınız. İkinci bir tərəfdən, əgər əməliyyatlar başlasa, mən dərhal YouTube'da canlı streamə çıxıb bu barədə mümkün qədər çox məlumat verəcəyəm. Hələlik isə salamat qalın, əsas olun.